Sətin sayəsi S olan düzgün tetraeder üçün uyğunluğu müəyyən edin. Tetraeder bütün üzləri bərabər tərəfli üçbucaq olan üçbucaqlı piramidadır. Bu şəkildə çəkə bilərik. Və tetraederin bütün üzləri bərabər tərəfli üçbucaq olduğu üçün deməli tillərin hamısı bərabərdir. Burada 3'ü altda, 3'ü də üstdə 6 dənə tili var və hamısı bir-birinə bərabərdir. Deməli S bizə sətin sayəsi, yəni burada tam sətin sayəsindən gedir. 4 dənə eyni üçbucaqdan, bərabər tərəfli üçbucaqdan ibarət olduğu üçün, yəni S tamın əvəzinə 4 vurulsun, S üçbucaq yazın burada. Bu da S tam olsun. Bərabərdə 4 vurulsun. Bərabər tərəfli üçbucağın sayəsi A kvadrat kök altında 3/4'dür. 4'lər ixtisar gedəndə qalır sadəcə A kvadrat kök altında 3. Deməli biz tetraederin sahəsini, sətin sahəsini S bərabərdir A kvadrat kök altında 3 şəklində götürəcəyik. Və burada bizə deyilir ki, əgər 9 kök altında 3'dürsə birincidə, deməli A buradan alınır ki, 9A'nın kvadratıdırsa, A da bərabərdir 3'ə. Deməli tilinin uzunluğu 3'ə bərabərdir. Birinciyə uyğundur A variantı. Həmçinin tillərin uzunluqları cəmi 6 dənə eyni tili var. 6 vurulsun 3, 18 eləyir. Deməli D variantı da buna uyğun gedir. İkinci varianta baxaq. İkinci variantda 4 kök altında 3'dür. Bu da A kvadrat kök altında 3'ə bərabərdir. Deməli A bərabərdir 2'yə. Tilinin uzunluğu 2'dir. Deməli qeyd edək, 2'yə uyğundur. Tilinin uzunluğu 2'dir, C variantı. 6 dənə tili var, 6 vurulsun 2, 12 eləyir. Burada belə bir cavab yoxdur. Üçüncüyə baxaq. Deməli kök altında 3'dür. Bu da bərabərdir A kvadrat kök altında 3'ə. Deməli A bərabərdir 1'ə. Tilinin uzunluğu 1'dir. Üçüncüyə uyğundur B variantı. Və tillərin uzunluqları cəmi 6'dır. Bəli, 6 dənə 1 toplasaq 6 eləyər. Bu da Y variantı da 3'ə uyğun gedir.